Trump nədən Əfqanistandakı o aviabazanı yenidən qaytarmaq istəyir? Biden dövründə bilirsiniz də 300 milyardlıq silah-sursatı Əfqanlara qoydular, Amerika çıxdı getdi. İndi Trump o demək ki, hava limanını, hərbi hava limanını nədən qaytarmaq istəyir? Bu sadəcə hərbi hava limanının qaytarılması deyil. Bu sadəcə Amerikanın ora qayıtmasıdır. Çünki Əfqanistanda yetərincə böyük resurslar var. Bəli, böyük təbii resurslar var. Bu Əfqanistan bədbəxt bir ölkədir. Mən başqa söz tapamıram deməyə ki, başını qaldırıb özü-özünə bir baxa bilməyib ki, bu illər ərzində. Elə başını qaldırandan bu müharibədədir. Onun avtomatı boyunlarını alırlar. Başını qaldırandan bu müharibədədir. İllərdir müharibədədir, 10 illərdir, 100 ildir elə bu müharibədədir. Başını qaldırıb özü-öz resurslarına baxamır. Amma mütəxəssislərin araşdırmaları göstərir ki, orada çox böyük resurslar var və mən isə bilirəm ki, ən çox maraq kəsb edən resurslar da nadir metallar resurslardır. Bu Əfqanistan çox aktual idi o nadir metallar resursları. Mən uşaqlıqdan onu eşitməmişdim. Həmişə bir nefti, qazı bilirdik. İndi nikeli son dövrlər bu elektron maşınlardan görə nikelin, uranın çox böyük. Bu nadir metallar bu günlərin Çin onunla sıxır Amerikanı. Bəli, çünki bunun böyük ehtiyatı hardasa bir 60%, 65% ehtiyatı Çindədir. Yer kürəsində olan nadir metallar 65% olur. Başqa yerlərdə var, bir sinətlərdir. O çıxan, belə deyək də, tərkibin içərisində nadir metalın xüsusi çəkisi var. Məsələn, Avstraliyada da var, başqa regionlarda da var. Amma orada Çindəki qədər deyil. Deyək ki, bir kütlədən, deyək ki, 100 kiloqramlıq kütlədən bir-iki kağıt. Onun emalı da çox önəmli. Çin onu yaxşı emal edir və tez və monopoliyadan alıb ələ. Bəli, ona görə də bugün dünyada texnologiyaların inkişafı, müasir texnologiyaların istehsalı üçün bu olduqca önəmli bir məsələdir. Məsələn, mütəxəssislər deyir ki, Amerika Ukrayna ilə müqavilə bağladı, 500 milyard dollarlıq nadir metallar yataqlarının istismarına dair. Düzdür, Ukraynada bu var, amma Çindəki kimi zəngin deyil.